İşğaldan azad edilmiş ərazilərdə düşmənin qoyub qaçdığı silah-sursat aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə Füzuli rayon polis şöbəsinin əməkdaşları tərəfindən 20 ədəd Spike markalı tank əleyhinə idarə olunan raket kompleksi 20 ədəd Spike markalı tank əleyhinə idarə olunan raket kompleksi aşkar edilərək aidiyyatı üzrə təhvil verilib.